Salam değerli YouTube izleyicilerim. Dünən paylaşdığım həmin video baş tutacaq. Bu video 12 dəqiqəlik olacaq video. Burada sizinlə maraqlı anlar yaşanacaq. İndi sizlərlə bunların bugün ot günüdür. Və bunların yerdə ot olmağı üçün yayda ot olmur da bildiyiniz kimi. Payız, yaz, qış aylarında olur. Yayda yəni gördüyünüz kimi ot az olur. Quru ot olur, belə olmur da yonca kimi olur. Bugün onlara ot verəcəyik. Ördəklərə quru ot, cücələrimizə yaşıl ot. Amma hələlik yaşıl ot veririk. Və orada 2 dənə yeni sürüyə qatılıb 2 dənə yaşılbaş ördəyimiz var. Biri 15 manata alınır. 15 isə 20-ci bilmirəm, sifarişlə gəlir. Aha. Sifarişlə gəlib onu. İndi keçirik ot verməyə bunlara. Keçək. Və keçirik otlarımızı verməyə. Əvvəlcə tənək qırıqları veririk. Baxın. Bunları yeyirlər. Cip. Bunlar daha çox bunlardan yeyirlər. Bu tənəklər də var. Prosta bura qalxa bilmirlər. Ördəklər üçün də biz budaqlı vermirik. Bunlardan biraz dəririk. Dərib yerdə veririk. Çünki orada elə bilirik ki, atlana bilmir də. Yuxarı tullama qabiliyyəti yoxdur. Baxın, indi nətər yeyəcək nə? Baxın. Ot bunlar burada həyətdə, bu ferma həyətində çox azdır. Ona görə biz belə yarpaqlar, xüsusi otlar, bunlar duzludur. Ona görə mütləq su da yanında veririk ki, bu duzlu bədənli minerallarla zənginləşdirir. Həftədə ən azı 4 dəfə, 3 dəfə, 4 dəfə, 5 dəfə vermiyorlar. Yəni çox verilmə tövsiyə olunmur da. Ayda məsələn 9 dəfə, 10 dəfə vermək tövsiyə olunur. Tökürük qabaqlarını yeyir. Bunlar da burada yeyirlər. Yemə çox meyillidirlər. Ona görə biz ot veririk ki, onunla da qidalansınlar. Ot əlavə yem kimidir də. İndi bunlara veririk. İndi isə ikinci raundumuza keçirik. Bir raundun 3-4 raundlarımızı hərə bir video çəkiləcək. Bunlar isə indi otların yesindən ikinci raunda keçirik. Orada maraqlı şeylər göstərəcək. Bunlar otları yedikcə onlar bədəndə minerallar zənginləşir. Ona görə yemədə biraz yemə faizi aşağı düşür. Ot yeyəndə həm daha tez yumurtalamaq olur. Yumurtalayan heyvanlara verəndə toyuqlara, ördəklərə yumurtaları həm minerallı olur, əti də minerallı olur. Ona görə. Beləcə dadlı, ətli, sarı yumurtası. Məsələn, biz yumurtadan seçə bilərik ki, hansı daha təbii, hansı daha süni yumurtadır. Yəni hansı daha çox ot yemiş, ya təbii şeylərlə qidalanan, təbii qidala qidalanan toyuqdur, hansı süni yemlərlə qidalanan toyuqlar. Məsələn, yumurta sapsarıdırsa, qanlı yox, sapsarı, tünd sarıdırsa, nə tünd sarı, orta, sapsarıdırsa, tünd, narındır falan rəngi. Bu təbii toyuqdur. Otlarla, tərəvəzlərlə, toxumlarla qidalanıb. Yox, əgər ağappaqdırsa yumurta və yaxud da ala sarıdırsa, deməli süni yemlərlə yeyilib. Ot az yeyib və yaxud da heç yeməyib. Keçirik ikinci raund. Gördüyünüz kimi bu fermanın daha ikinci hissəsini göstərməmişəm. Qıraqdan ördəklərimizi videoya çəkəcəm. Çəkiləcəm qırağa və ördəklərin işlərini görəcəm ki, ördəklər mən olmayanda nə edir? İndi telefonu qoyuram bura. Mən gedirəm. Gördüyünüz kimi arada döndərirdim kameranı. Gizlincə bu koldan. Baxın, ördəklərimiz yeyir. Bunu göstərdim ki, yəni mən olmayanda da ördəklərim otla qidalanır. Otları da olur. Təkcə mən tökmürəm. Yerdə də otlar olur. İndi isə sizə
ikinci videomuz 35 abunədə və yaxud da 40 abunədə sizlərlə bitki yetişdiriciliyini göstərəcəyəm. Həmişə heyvanlar, indi isə heyvanlar içində bir video göstərəcəyəm. Baxın, burada hətta plyonkamız da var. Bununla parnik kimi quracağıq. Cücələrimizi göstərəcəyəm. Baxın, burada belə bir plyonkamız var. Cücələr qışqırdı. Panik nəsə heyvanlar gəldi. Bir dəqiqə zəhmət olmasa baxım. Heç qonşuda bir şey var idi. O da cücələrə hücum eləyir. Qoruyuram ki, əsas cücələri yemir. Bunlar cücələr 5 aylıqdır. Bunları kəsəcəyik. 1-2 aydan, 3 aydan, 1 aydan sonra. Çünki daha çox xoruzlara baxın, məsələn, böyüklər. Kəsiləcək yaşa gəliblər. Böyükləri hamısı yox. Burada plyonkamız var. Bitki yetişdiriciliyi olacaq. Plyonkanın altında bitki yetişdirəcəyik. Gördüyünüz kimi. Hər gündə baxın bu su qabına üstünə sulanır. Hər gündə sulanır. Hər 2 gündən bir sulanır bunlar. Amma nəmləndirmə hər gün. Nəmləndirir ki, buğdalar cücəsin. Üzdə qalan buğdalar da var. Baxın, belə qarışqalar gəlir, yığır. Biz də sulayanda onlar artıq ölür də. Altları deşik-deşikdir, suyu buraxır. Sadəcə nəmlənir. İndi isə keçək. Mən sizə bu videonu da 40 abunədə və yaxud da 35 abunədə göstərəcəyəm. 35-40 abunədə. Amma sizə bir xahişim var ki, abunə olasınız. Baxın, çox sağ olun, abunə oldunuz kanalıma. Artıq mən 2 günə 30 abunə oldum. 3 günə 30 abunə oldum da. 9 abunə idim, 2 günə 30 oldum. Çox təşəkkürlərimi bildirirəm ki, sizə abunə olmuşsunuz. Amma yenə abunə olun ki, belə videolar gəlsin. Və yaxud da hansı videonu tərzdə çəkməyimi istəyirsinizsə, sadəcə yoruma yazın, mən onu çəkim. Məsələn, cücələrlə bağlı, ördəklərlə bağlı, heyvanlarla bağlı suallar verin, cavablandıracağım. Bir videonun da sonuna çatdıq. Hər gün videolarımız gələcək. Təbii ki, abunə sayı artsa da, artmasa da, artsa daha çox videolar gələcək. Sağ olun, salamat qalın.